Salam, hər vaxtınız xeyir olsun. Əziz şagirdlər və dəyərli müəllimlər. Bu gün sizləri ədəbiyyat 3-cü qrup üzrə test toplusu yeni nəşrimiz haqqında məlumatlandırmağa çalışacağam. Ümumiyyətlə kitab barədə bəzi paylaşımlar eləmişik. Nümunə səhifələrdən də WhatsApp statuslarında və digər sosial şəbəkələrdə paylaşmışıq. Əslində bu layihə keçən mart ayında nəzərdə tutulmuşdu, amma müəyyən problemlər nəticəsində gəlib indiyə çıxdı. İstədik ki, vəsaiti tam əvvəl biz sınaq formasında vermək istəyirdik, amma biraz da zaman müddətini artırıb test toplusu şəklində qarşınıza çıxartdıq. Vəsaitimiz haqqında üz qabığı belədir. İstənilən bir kitab mağazasına, kitab toplanmalarını açsaz bu şəkildə, bu üz qabığında görəcəksiniz onu. Əldə edə bilərsiniz. Kitab hal-hazırda çapa verilib. Yaxın 3-4 gün, 1 həftə ərzində çapdan çıxacağı gözlənilir və mağazalarda olacaq. Kitabın qiyməti üzərində, yəni arxa fonunda 14 manatdır. Aşağı alış qiyməti isə adətən 12, 11, 13, bəzi yerlər isə 14 manatın özünə verirlər. Yəni qiymət məsələsi bizlik deyil. Ümumiyyətlə, kitabın müəllifləri mən Samid Dadaşov, Abdullah Abdullayev, Yaqut Mustafayeva və Emma İbrahimovadır. Kitabın ərsəyə gəlməsində digər müəlliflərimiz də var ki, layihə üzərində işləyiblər, suallar veriblər və ya digər texniki cəhətdən bizə dəstək olublar. Və onlara da dərin təşəkkürlərimizi bildiririk, adlarını da sadalayacağım. Kitab ümumiyyətlə sadəcə ədəbiyyat test topluları çoxdur. Bizim bu test topluluğunu yaratmaqda məqsədimiz odur ki, bilirik ki, abituriyent olaq və ya müəllim olaq, biz qəbul imtahanına hazırlaşanda ədəbiyyatdan qəbula uyğun test topluları demək olar ki, çox azdır. Yəni dimdən sonra qalırsan belə hansını işlədək və işlənən suallar da o qədər də keyfiyyətli deyil. Bacardığımızın ən yaxşı formasında biz bu test topluluğunu yığa bildik. Suallar üzərində də qeyd eləmişik. Kruklun meyarları və dim meyarları əsasında hazırlanmışdı. Yəni ən son dərsliklər, yəni qəbula düşəcək və dim meyarları. Dim meyarları bunu xüsusi vurğulamaq istəyirəm ki, belə deyək də, biz bir şeyi ədəbiyyatda bilə bilərik. Amma bunu bir meyar kimi, bir test kimi sizə təqdim etmək biraz çətin məsələdir ədəbiyyatda. Çünki ədəbiyyat bir çərçivədir. Bir xətti ondan qırağa çıxa bilmirsən. Və çalışmışıq ki, əlimizdən gələni eləyək. Vəsaitimizin tərkibi nədən ibarətdir? Mövzular üzrə test tapşırıqları bilirik. Biz burada böyle dövrlər üzrə getməmişik, mövzular üzrə getmişik. Yəni bu o deməkdir ki, tutalım ki, dövrlər deyəndə tutalım ki, Abbasqulu Ağabəkirxanov başqa dövrdədir, Molla Pənah başqa dövrdədir və ya başqa bir şey. Amma biz mövzu bölmüşük ki, həmən o mövzulara sualları sıxışdıra bilək və ədəbiyyatdan sual çıxartmağında nə qədər çətin bir şey olduğunu azdan çoxdan bu işdən başı çıxanlar bilir. Və çalışdıq ki, ən yaxşı formada sizə təqdim edə bilək. Burada layihə üzərində işləyən müəllimlərimiz var. Mən Samid Dadaşov, Abdullah müəllim, Yaqut Mustafayeva, Emma İbrahimova, Rövşən Ağayeva, Gülnara Yusif və Şahlat Ağayeva. Bunlara da, digər həm müəlliflərə də dərin təşəkkürlərimizi bildiririk ki, əziyyət çəkiblər, dəstək olublar bizlərə. Sonra bizə nələr demək istəyirəm. Bu bizim mündəricatımızdır. Nə var? Hansı bölmələr var içərisində? Ədəbiyyat nəzəriyyəsi, bədii təsvir və ifadə vasitələri, şifahi xalq ədəbiyyatı. Buradan baxa bilərsiniz kitabın içinə. Bütün mövzular ayrı-ayrı, bütün yazıçılar, xüsusən 10-11-in dərsliyində olan mövzular. Yaradıcılıq suallarına da yer vermişik, bir də ona da toxunub. Əksər test toplularında biz görürük ki, yaradıcılıq sualları həddən artıq çoxdur. Demək olar ki, yaradıcılıqdan qəbula bir sual düşür və ya düşmür. Bizdə hər bölmədə bir sual, maksimum bir sual, Mircəlal bir sual, Rəsulca bir sual, Şıxlı bir sual. Ondan artıq suala yer verməmişik. Əsasında biz əsərlərə köklənmişik ki, əsərlərdən sual düşsün. Əsərlər 7 əsər var ki, Dimin təqdim etdiyi əlavə hissədir. Həmin hissələr əsasında vermişik. Əlavə hissədən olan əsərlər. Digərləri isə dərslikdən nədirsə odur. Yəni qıraq bir çıxma yoxdur və ya əsəri dəli kürün gedib orijinalına toxunaq və ya başqa bir əsərin olsun, gedib orijinalından sual salaq, elə bir şeylər yoxdur. Tam 3-cü qrup modeli üzrə yığılmışdır. Nə MİQ, nə MES sertifikasiyaya uyğundur. Uyğun deyəndə belə deyək də, burada düşən mövzular MİQ və sertifikasiyaya da düşür, o sözsüz. Əgər özünüzü təkmilləşdirmək istəyirsinizsə, alıb işləyə bilərsiniz. Amma əsas məqsəd kitabda 3-cü qrup qəbul imtahanıdır. Və burada sonda mövzulardan sonra mövzular arası əlaqə və qəbul tipli 10 sınaq nümunəsi var ki, eyni ilə 3-cü qrup qəbul tipində olan sınaqlarda sonda özünüzü yoxlamaq üçün hissə işləyə bilərsiniz. Sonra suallara qısaca burada nəzərə salsaq,
Sualların quruluşu belədir. Müəyyən səhifələri burada göstərəcəm. Tamamilə göstərə bilməyəcəm. Kitabın son hissəsində, aşağı səhifəsində, aşağı sərli lövhədə nömrə var. Bizimlə əlaqə nömrə yazıb sualları ata bilərsiniz və digər həm müəlliflər də var. Onlardan nömrələrinə ata bilərsiniz. Yuxarı sərli lövhədən ədəbiyyat 3-cü qrup üzrə test toplusu. Yəni bilin ki, buradan hər hansısa bir səhifəni görsəz, bu kitaba məxsusdur bu səhifələr. Bölmələr üzrə belə model testlərimiz var. Demək olar ki, DİM səviyyəsində hər biri yığılmışdır. Kifayət qədər də sual sayımız məncə vardır. Tutalım ki, biz qarşılaşdırmışıq DİM toplusu ilə 2025 ilə. Yəni bu vəsaitdə olan sual sayı DİM-dən qat-qat çoxdur. DİM-də hər məsələn ən böyük narazılıq da odur ki, sual sayının azlığıdır. Maksimum 20, 15. Yaradıcılıq sualları çıxdıqdan sonra orada bir sual qalmır və çətinlik səviyyəsi də o qədər də yaxşı deyildi. Amma biz çalışmışıq ki, müəyyən qədər burada geniş şəkildə əsərləri təhlil edib suallar formasında sizə təqdim edək. Sonra vəsaitin cavabları mövzusuna toxunmaq istəyirəm. Vəsaitin cavabları arxasında deyil. Çünki hardasa bir 20 neçə səhifə tuturdu cavablar. 20 neçə səhifənin kağız formasında deyil də biz PDF şəklində hazırladıq. Sonda QR kodlar qoymuşuq. Onları sizə göstərim. QR kodlar formasında QR kodları oxudaraq və ya birbaşa nömrələrin özlərini oxudaraq buradan nömrələrin özünə də yazıb əldə edə bilərsiniz və ya QR kodu da oxudub əldə edə bilərsiniz. Birbaşa sizi WhatsApp-a yönləndirəcək. Salam müəllim, kitabın şəklini atırsınız. Vəsaitinizdə almışam, cavabları, düzgün cavabları göndərərsiniz. Bu formatda ya mənə və ya da Abdullah müəllimə göndərsəz, sizə tez bir zamanda göndərəcəyi cavabları. Bundan qəti şəkildə narahat olmayın. Digər vəsaitlərimiz haqqında da burada da məlumat var və sonda da bu test topluluğunun hazırlanmasında istifadə etdiyimiz belə deyək də ədəbiyyat siyahısı. Ədəbiyyat siyahısı nəyə görədir? Onu da sizə izah edəcəm. Burada 5-11-ci sinif dərsliklərdir, metodik vəsaitlərdir, DİM-in dərslik əlavə olunmuş hissələridir, vəsaitdir və s. burada yazmışıq. Bu belə bir şeydir ki, tutalım ki, mən açıram test yazmaq üçün və görürəm ki, hə, DİM-də bu model var. Mən o modelə uyğun, məsələn, o yazıb İskəndərnamaya uyğun, mən o modeli götürürəm. Belə bir klasterdə belə deyək. Mən götürürəm eyni modelə Dəli Kürdən bir sual yazıram. Bu onun üçündür. Ədəbiyyat siyahısı nəyə görədir? Və ya burada məsələn görürəm ki, orada toxunub belə deyək də pəri qoşmasında pəriyə müraciət yoxdur. DİM buna bu cür yanaşır. Öz imtahanında da bunu bu cür götürəcək. Məsəl üçün deyirəm ki, belə. Biz də onu o cür götürmüşük ki, sabah siz bunu işləyəndə bir ziddiyyət yaranmasın test topluluları arasında və ya qəbul imtahanınızla ziddiyyət təşkil etməsin. Onların toxunduğu mövzulara biz də toxunmuşuq, biraz da əlavələr etmişik. Vəsaitin keyfiyyəti barədə də, yəni gedirsiniz kitab evlərinə, kitabı almamış vərəqləyirsiniz, baxırsınız içinə, orasına, burasına, sözsüz. Məsələn, götürün mövzular arası əlaqə 20 neçə testdir. Baxın sualların tipinə. Əgər bəyənəcəksinizsə, məncə bəyənəcəksiniz. Quruluşları, qoyuluşu, sizdən nə istədiyim, oradakı müqayisələr. Yəni elə bir şeyləri biz burada müqayisə eləmişik ki, mən hələ ki heç bir test toplusunda onları görməmişəm. Düzdür, yaxşı test toplularımız var, amma abituriyent tipində mənə görə bu yaxşı bir iş ortaya çıxıb. İstəyirik ki, siz də bundan yararlanasınız. Belə. Bir də bunu deyim. Əgər vəsaitdən toplum şəklində bəzi müəllimlər məndən istəyir, toplu şəkildə istəyirsinizsə, tutalım ki, 20 dənə, 30 dənə, 50 dənə, 60 dənə mənə yazaraq və digər müəlliflərə yazaraq bildirin. Çalışarıq ki, onu da sizin üçün təşkil eləyək. Sonda yenə kitabın üz qabağını sizə göstərirəm. Yaxın bir həftə ərzində satışda olacaq. Əldə edib faydalanan hər bir şəxsə təşəkkürlərimizi bildiririk. İnşallah sizin üçün xeyirli və uğurlu olacaqdır. Təşəkkürlər.